Nuş olsun ustalar, halalınız olsun. Bugünkü yeməyi də mən təşkil eləmişəm. Deməli, kim istəsə qrupdan, dostlardan, həmkəndə oğullardan ustalarımıza yemək təşkil edə bilər. Könüllüdür. Canı sağ olsun ustaların da gözəl bir iş ərsəyə gətiribsizlər. Deməli, qabaqda beton karkazı 8 dənə armaturla tökülür. 2 dənə də buradan qoyulacaq. Bax belə. Çünki qabaqda yük çoxdur. 12 metrlik ayna qurulacaq. Xeyirli uğurlu olsun. Kəndimiz üçün, elimiz üçün. Ustalara da kim yemək göndərmək istəsə kənd cücəsindən, çolpasından, nə bilim, Allah verəndən, kompotdan, sudan, soqdan, araqdan ustaların yeməyini təşkil edə bilər. Canları sağ olsun. Bax, o pləkan olan yerdən də göyə nərdivan qalxacaq. Orada çay içmək üçün yer olacaq. Xeyirli uğurlu olsun. İnşallah binamız yeni ilə qədər hazır olar.